Hazırki məqamda müzakirə mövzumuz milli komandanın bu turnirdəki nəticələrdir. Ümumiyyətlə hər iki oyunu izləmə imkanın oldu mu? Təbii ki, Sierra Leone bir yerdə izlədik müəyyən qədər, bəzi məqamları qaçırtdıq, izləyə bilmədik. Saint Lucia ilə oyun vardı bir neçə gün əvvəl, bir ada təmsilçisi. Həmin oyunu izləmə imkanın oldu mu? Millidən İki oyunu da izləmişəm, söz nasıl. Nələr deyə bilərsən ümumiləşdirəsi olsaq? İlk olaraq mən də təbrik eləyirəm milli komandanı. Tariximizdə ilk dəfə yəni bir turnirin qalibi olduq. Ona görə həm millini, həm futbolçuları, Ayxan müəllimi, məşqçiləri və ümumilikdə Azərbaycanlı futbol sevərləri təbrik eləyirik. Yəni tariximizdə ilk belə deyək də hansısa bir turnirdə rəsmi turnirdir də bu, yəni belə deyək. Yəni FIFA-nın rəsmi turniridir və bu turnirdə 3 komandalı turnir idi səhv eləmirəmsə və burada əslində Oman millisi də gəlməli idi və bəli, Oman millisi bildiyimiz səbəblərə görə Azərbaycana gələ bilmədi. Nicat, burada yazırlar ki, əgər fraqmentlər olsa xahiş edirik göstərə bilərsinizsə. Yəni olan kimi göstəriləcək inşallah, narahat olmayın. İndi xana olan nədən danışaq? Reallıqdan danışaq, yoxsa üstünü örtüb hər şeyin sadəcə olaraq belə deyək də özümüzü bugünün reallığının və sabahın reallığından belə deyək. Məncə Ahmet, razıyam ki, yəni rəqiblər də münasib idi. Bu nəticələr göstərici sayıla bilməz. Yəni real olaq, obyektiv olaq. Bilsən niyə deyirəm? Ona görə deyirəm ki, ümumilikdə bu həftə həm milli ilə yanaşı digər yaş qruplarımız da çıxış elədi Avropa çempionatı seçmə mərhələsində və ümumilikdə götürsək, yəni danışılacaq mövzu çoxdur. Ümumilikdə götürsək. Məsəl üçün, gəl belə mən indi soru-sualla davam eləyək. Soru-sualla davam eləyək. Və bizim gələcək, belə deyək də, hətta bu ildə dünya çempionatından sonra da səhv eləmirəmsə, millinin Avropa çempionatında oyunları olacaq. Bəli, bəli. Düzdür? Bugün Sandluk nə idi ölkənin adı? Saint Lucia. Saint Lucia. Saint Lucia, yəni belə ölkə olaraq bundan qabaq eşitmişəm mən şəxsən, yəni bir ada ölkəsi olduğunu. Səhv eləmirəmsə, Afrika qitəsində yerləşir. Saint Lucia. Hə. Yox, Amerika. Amerika qitəsindədir. Bəli, bəli. Ada dövlətidir. Mərkəzi Amerikada. Aha, Mərkəzi Ada Amerikada. dövlətidir. Təxminən Hə. Ahmet, biz özümüz də elə burada yəni tanımışıq ki, belə adda bir dövlət var. Yəni açıq real danışaq da. Yəni rəqibimiz olandan sonra bunu bilsən niyə deyirəm? Üzr istəyirəm. Bunu ona görə deyirəm ki, heç kim, yəni bu qazanılan qələbənin, yəni bu qələbələr ki qazandıq hal-hazırda 2 oyunda. Yəni heç kim bu qələbələrin belə deyək də kölgə salmaq kimi yox ha. Yəni orada futbolçular əziyyət çəkdilər, yağışda havada, millinin stafı, yəni məşqçi heyəti əllərindən gələni eləməyə çalışdı ki, Azərbaycan millisi uğurlu çıxış eləsin. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, məsəl üçün, reallıqla baxsaq əgər, bu 2 oyunda Sierra Leone komandası belə bir ifadə eləyə bilərik ki, hətta mən verilişdən qabaq penalti seriyasını izləyəndə sən də qeyd elədin, mən bir ifadə işlətdim. Sierra Leone komandası, milli komandası Afrikanın Azərbaycanıdır. Yəni əla bənzətmədir. Yəni əgər həqiqətlə baxsaq, Sierra Leone komandası da Afrikada Azərbaycan statusunda olan, necə ki biz Avropada futbolda hansı statusdayıq, Sierra Leone-də Afrikada eyni statusdadır mənə görə. Hətta bir qədər də aşağı deyərdim, amma inan ki. İndi o qədərini deyə bilmərəm. Yəni
Afrika futbolu ilə bağlı çox da belə inanılmaz bir məlumatım yoxdur. Məsəl üçün gözümün qabağına gətirmək istəyirəm, yaddaşıma salmaq istəyirəm ki, Afrikada başqa hansı millilər var, hansı ki belə deyək də, çox da Samat da var, Tanzaniya var, Tanzaniya. Mavritaniya, Tanzaniya, yəni o millilər səviyyəsində bir millidir. Məncə Tanzaniya bəlkə də daha ciddi rəqibdir. Ola bilər. İndi niyə görə bunu deyirəm? Ligada koman oyuncular. Yəni niyə görə bunu deyirəm, Nizat? Ona görə ki, məsəl üçün səncə bu təşkil olunan bu turnir bizim gücümüzün hansı səviyyədə olduğunu göstərə bildi, yəni insan futbol ictimaiyyətinə. Heç bir halda yox. Heç bir halda biz o iddianı eləyə bilmərik və onu da qeyd edeyim ki, yəni bu rəqibləri AFFA seçməyib. Yox, əlbəttə ki. Bəzən izləyicilərimiz irad bildirirlər və ya azarkeşlər irad bildirirlər. Bu beynəlxalq turnirdir, FIFA tərəfindən təşkil olunur. Millimizə bab rəqiblər deyildi, bu reallıqdır. Ümumiyyətlə, Saint-Lucia oyunu mən stadiondan izlədim, Ahmet. Çox həvəskar səviyyədə bir komandaydı, dəhşətli dərəcədə. Toral Bayramovun vurduğu qolda qapıçının reaksiyasına baxsan, yəni biabırçılıq. Yəni çox həvəskar səviyyədə bir milli komandaydı və rahat, belə deyərdim də, bu oyunlar nəyə kömək edə bilər, Ahmet? Bu oyunlar milli komandamız 18 ayda qələbə qazana bilmir. Bəli. Elə mən ora gələcəydim. 18 ayda milli komandamız qələbə qazana bilmir. Psixoloji baxımdan rahat rəqiblər idi. Yəni özün də futbolçu olmusan, bilirsən. Bir qələbə instinktini qopdura bildilər canlarına. Milli komandanın futbolçuları olaraq, milli komanda olaraq o qələbənin dadını ən azından hiss elədilər. Rəqibin kimdən asılı olmayaraq. Uzun müddətdən sonra böyük hesablı qələbə qazanmış olduq. Həm də Saint-Lucia üzərindəki 6 birlik qələbə, həm də Azərbaycan millisinin tarixinin ən böyük hesablı qələbəsidir. Yəni bax belə faktlar, bu məqamlar ancaq məsəl üçün o sən qeyd elədin 1-8 ayda qələbə qazana bilmirdik. 18 ayda, il yarım, 2 il yarımda qazana bilmirdik. Və belə faktlar, hansı ki belə qələbələrin qazanılması o millinin həm futbolçularının, həm məşqçi heyətinin belə deyək də, artıq daha çox məncə fokuslanmasına, özünə inamın qaytarılmasına və bugün milli komandadan keçmişə baxsaq, keçmiş milli komandanın təlim məşq toplanışlarına, bugün milli komandanın bu, hansı ki bu periodda milli komandanın futbolçuları da, məşqçiləri də pozitiv ayrıldılar. Bu, belə deyək də, bu qısa müddətdən və məncə artıq növbəti dəfə futbolçular və milli yığışanda, artıq milli komandalar üçün ayrılan vaxt olanda, artıq biz düşərgəyə daha pozitiv şəkildə gələ biləcəyik.